hamamda, çiməndə baxıblar ki, dəm qazını aparıb belə. Sumqayıtda 68 yaşlı kişi dəm qazından boğularaq dünyasını dəyişib. Hadisə şəhərin Kimyaçılar qəsəbəsində qeydə alınıb. Belə ki, 1958-ci il təvəllüdlü Abbasəli Bağırov hamam otağında dəm qazından boğulub. O dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılsa da, çox təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb. Kim aşkar elədi onu hamamda? Həyat yoldaş. Elə orada dəyişibmiş, gətirdi da keçiribmişir orada. Mən də çatmamışam, elə dedilər. Eşitdiyimi deyirəm mən. Dəm qazından olub da deyil. Hə, bəli. 02.01.2026-cı tarixində saat 20:30 radələrində 1958-ci təvəllüdlü kişi cinsli şəxs Sumqayıt Tibb Mərkəzinin nəzdində olan təcili tibbi yardım xəstəxanasına ailə üzvləri tərəfindən hospitalizasiya olunub. Xəstəxanaya daxil olarkən həyat əlamətləri müşahidə olunmayıb. Həkim heyəti tərəfindən onun həkimə qədər ölüm faktı təsdiq olunub. Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verildi.